Ukraynadakı vəziyyət getdikcə pisləşir və münaqişənin genişlənməsi riski istisna edilmir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Xarici Siyasətin Planlaşdırılması Departamentinin direktor müavini Vsevolod Grebenşikov Beynəlxalq Əlaqələr jurnalında dərc olunan məqaləsində bildirib. Ümumilikdə Ukraynadakı vəziyyət daha da pisləşməkdə davam edir və NATO ölkələrinin münaqişəyə cəlb olunması və onun coğrafi genişlənməsi riskləri mövcuddur, deyə Grebenşikov vurğulayıb. Onun sözlərinə görə, Kiyev öz strategiyasını formalaşdırarkən Qərbin Ukraynaya uzunmüddətli hərbi və maliyyə dəstəyi göstərəcəyinə ümid edir. Eyni zamanda diplomat hesab edir ki, Avropa ölkələrinin Rusiya ilə birbaşa münaqişəyə cəlb edilməsi Ukrayna üçün ideal ssenari kimi qiymətləndirilir.